Bugün biz qəhrəman, əfsanəvi qəhrəman Xanı dayının qəbri üzərindəyik. Məzarını ziyarət etməyə gəlmişik və onun haqqında, onun dostlarından, ailəsindən və ən əsası döyüş yoldaşlarından müsahibə alacağıq. Onlar öz ürəyindən keçənləri, Xanı dayı haqqında xatirələrini bizimlə bölüşəcəklər. Ağdam torpağı Azərbaycanın ən çox ağrı çəkmiş, amma ən çox qəhrəman yetişdirmiş yurdlarından biridir. Bu torpağın yetişdirdiyi igidlərdən biri də Səyyaf Fiqan oğlu Əhmədov idi. Onu çoxları öz adı ilə yox, xanı kimi tanıyırdı. Bir gün dayımgildeydim və forma asılmışdı evdə. Medallarına baxdım. Soruşdum ki, dayı bu nə medalıdır, bu nə medalıdır. Medalları belə üzən o qədər də tanıya bilmirdim. Əlimi uzatdım medalının birinə. Dedim, dayı bu nə medalıdır? Dedi, bacıoğlu, bu vətən uğrunda medaldır. Bunu mənə veriblərsə, mən bu vətənin uğrunda da gedəcəm. Bu medal elə medal deyil. Bu adı ilə bərabər məni vətən uğrunda aparır. Ona görə mən dinçlik tapa bilmirəm. Və orada da mən bir şeyi başa düşdüm ki, bu kişi vətən üçün yaranıb, vətən üçün də gedəcək. Mən daimin yolun 1 il 6 ay kəşfiyyat bölüyündə xidmətlər edərək davam elətdirmişəm. Və hər zaman mənə deyirdi ki, bacıoğlu, sənin kəşfiyyatçı dayın var, sən kəşfiyyatçı olmalısan. Xidmətdən əvvəl də, xidmətdən sonra da elə oldu ki, qismət olmadı, sonra hərbidə davam eləməyə, amma bir kəşfiyyatçının bacısı oğlu olaraq həmişə ondan fəxr edirik. Bugün Xanı qardaşımızın məzarı qarşısında onunla bir yerdə keçirdiyimiz əməliyyatların biri haqqında qısa danışacağım. 1994-cü il yanvarın 31-dən fevralın 1-nə keçən gecə bir tabor seçdik, hansı ki nisbətən daha döyüş qabiliyyətli. O taborla əvvəlcədən düşünülmüş, planlaşdırılmış bir çətin bir əməliyyat düşünmüşdük. Düşmən arxasına keçmək və 100 nəfərdən artıq qüvvə ilə düşməni arxadan zərbə indirmək. Bu əməliyyatı da Xanıya daha çox güvənərək düşünmüşdüm. Çünki çox təhlükəli yeridir. Gerçəkdən Xanının sayəsində bu əməliyyat alındı. İlk əvvəl düşmənin minalı sahəsini keçərkən yenə də ümid Xanıya idi ki, Xanı əgər mühəndis istehkamçılar bu işin öhdəsindən gəlməkdə çətinlik çəksə, sən bu işi öz üzərinə götürməlisən. Və elə də oldu. Bir təhlükəli mina sahəsinə girdik. Oradan bizim istehkamçılar bir xeyli mina çıxardandan sonra nəsə tərəddüd elədilər. Çünki düşmən hər an duyub, eşidib bizi hiss eləsə atəşə tutardı və orada xeyli sayda itki ola bilərdi. Xanı yenə orada mühəndis istehkamçıları keçirdi arxaya. Özü o minalı sahənin minaların çıxartdı, topladı, piyada əleyhinə minalar yığdı arxın kənarına. Oradan müvəffəqiyyətlə keçdik. Yəni analogu olmayan bir əməliyyatıdır. 115 nəfər təxminən 120 nəfərə yaxın adamdır döyüşçüylə. Biraz da həvəsləndik. Təxminən 1 saat düşmən arxasında bir kilometr arxada dincələndən sonra Xanı ilə bir neçə nəfər o zabit heyətindən götürdük. Döyüşçülərdən yaxınlaşdıq arxadan düşmənə, daha dəqiq təyin elədik və səhərə yaxın döyüş başladı. Çox çətin və çox ciddi bir döyüş oldu orada. Xeyli sayda düşmən itki verdi, xeyli sayda texnikaları məhv edildi. Xanı ilə birgə 4 nəfər biz orada qaldıq, mühasirədə çıxa bilmədik. Bizim taborun bir neçə nəfəri, təxminən 9 ya 10 nəfəri şəhid oldu. Yerdə qalanları çıxa bildi. Çünki qarşı tərəfdən bizə köməyə gələsi qüvvələr gələ bilmədi. Biz
Tutduğumuz düşən mövqelərini də buraxdıq, çıxası olduq. Mən göstəriş verdim ki, tərk eləyin. Əgər qarşıdan kömək gəlmədisə, tərk eləyin, çəkilin yeri. Biz 4 nəfər qaldıq orada düşmən arxasında. Biz baxdıq ki, burada ələ keçə bilərik. Dedim, çəkilirik arxaya düşmənin içərisinə. Təxminən bir 8-10 kilometr getdik düşmənə tərəf, düşmən kətlərinə tərəf getdik. Orada gizləndik, bir sutka orada qaldıq. Xanı orada da boş dayanmadı. Yəni xanı elə bil ki, hər kəsə bir güvən verirdi. Bizim general məndən soruşanda ki, özün üçün ön xəttə, Rusça desək, vınasnoy, çıxarıcı müşahidə kimi istərsən, öz kəşfiyyatçıları, yoxsa 190-ın, mən də uşaq deyildim, dərhal xanının adını çəkəndə komandanlıq, yəni bizim general gülümsədi ki, niyə? Dedim, cənab general, mən onu 93-dən tanıyıram. O insanın necə insan olduğumu, öz həyatımı, əskərlərimin həyatını ona etibar edə bilərəm. Bölgədən xidmətdə olduğum dövrdə sonuncu dəfə xanı ilə bizim bir yerdə olmağımız belə olub. Biz gəlib həmin o deyilən evin düşmən tərəfə keçərək onu səngərin üstünə oturub əskərlərin qazmasını təmin edirdik. Həmin ərəfələrdə bu zolaqda xidmətdə olan komandirlərindən biri də yaralandı, gəldi. Getdi xanın arxası. Biz xanın ikimiz ona çox təkid elədik. O bizə qulaq asmadı. Bakir komandiri vardı, polkovnik Hüseynov. Yaralanma demək olmazdı. Axmaq güllə böyrünü yandırıb keçmişdi, o da biraz özünü itirmişdi. Onu biz rəhmətli ilə çıxartdıq, gətirdik. Hərbi tibbi, təcili tibbi yardımda yola saldıq. Sarıcalıq hospitalına. Ağdamda hər 10 nəfərdən 9-u demək olar ki, 12 kimidir. Amma o tamam başqa bir insan idi. Allah rəhmət eləsin. Allah balalarına səbir versin. Xanı çox gözəl insan idi. Ailə kimi ailə, ata kimi ata, dost kimi dost, qardaş kimi qardaş. Xanı ailədən çox çöldə olurdu. Öz ömrünü vətənə həsr eləmişdi. Vətəni hər şeydən əziz tuturdu. Torpağı canından da üstün tuturdu. Onun həmişə sözü ailəsində də övladlarına həmişə onu deyir ki, vətəni canınızdan artıq istəyin. Vətəndən əziz insana heç nə ola bilməz. Evdən çıxanda hər zaman o sözü deyirdi ki, hər şey ola bilər. Hər şey ola bilər. Şəhid tabutlarını da görəndə o deyirdi ki, bir gün bu səni də gözləyir. Demişəm ki, xan, əgər o torpaq uğrunda sənin nəsə olarsa, mən öz haqqımı sənə halal eləyirəm. Yəni, mən demişəm ki, səni şəhid verməyə, bu torpağa şəhid verməyə hazırım. Bu, xanının balaca övladıdır. Son beşiyimizdir. Xanım ona çox bağlı idi, övladlarına bağlı idi. Ancaq ən çox Həsənə bağlı idi. Atam bizə hər dəfə deyərdi ki, vətəni sevin. Canınızdan çox vətəni sevərsiniz. Məsəl üçün, bəzi 44 günlük müharibədə və yaxud aprel döyüşlərində də mən olan vaxtda bizi qoyub getdi. Mən dedim ki, ata, getmə də, bəs bizim yanımıza qal. Dedi, oğul, siz burada Allaha əmanətsiniz. Əsgərlərini balaları kimi görürdü. Dedi ki, orada da mənim balalarım var. Mən onları necə qoyub gedə bilərəm ki? Hər dəfəsində də uğurla olan qarşılayırdıq, yola salırdıq. Sağ getsin, salamat gəlsin.
Onunla həmişə fəxr etmişəm. İnşallah özüm də onun davamçısı olmaq istəyirəm. Olacağım da. O Cəbrayıl atırı. Həmə bıçaq oxşuyur. Həmə bıçaq oxşuyur. Gördüm. Gördüm. Bəli. Gördün mü? Gördüm. Onu izləyəcək də görəcək. Hamı görəcək onu. Həm kəndçiyik, bir kənddənik. Həm qohumuq, həm dost olmuşuq. Bizim döyüş yollarımızda bir yerdə olub. Ərazilər işğal olunandan sonra ermənilər hücum eləmişdi Novruzlu kəndinə. Novruzlu kəndinin azadlığının uğrunda biz azad elədik o kəndi. Xanı ilə bir yerdə olmuşuq. Oradan da axşamı ilə bu kəndə biz düşmən arxasına keçmişik ki, bu kənddə hücum hazırlanmışdı ki, bu kəndə girməyə biz 4 nəfər keçdik düşmən arxasına. Əliyev Zahidin ətrafında 44 günlük müharibədə də bir yerdə olduq Xanı qardaşımla rəhmətliyinin. Çıraqlı, Qərvənd bu ərazilərdə bir yerdə iştirak elədik. 94-cü ilin fevral ayının birindən ikisinə keçən gecə kəşfiyyat uşaqları, rəhmətli Xanı, Zahid, Sultan, bu kəşfiyyat rotasının uşaqları bizi 125 nəfər düşmən arxasına keçirdilər. Mən Xanı ilə həmən gündən tanış olmuşam. Xanı ilə o gündən də münasibətim yaranıb. Həmən günü də Xanı elə səhər tezdən o yolu təmizləyib çıxmışdılar. Erməni tərəfdən yoxdur ki, o yolu minalamışdı. Bizi göyə Xanıcı keçirəndə o yol təzdən Xanı gördü ki, minalayıblar. Xanı o yoldan təzdən 22 beton kanal var, onunla keçirdilər bizi. 22 dənə Xanı oradan mina çıxartdı. Gələnin zülmət qaranlığında bizi keçirdilər Novruzca. Orada Novruzca əməliyyatında da arxadan düzüldü ya. Xanı gördü, Zahid gördü, düzdü düşmənin arxasına. O əməliyyatda xeyli erməni qırıldı. Sonra bizə Sivyazda, briqadanın Sivyazında zaxivat deyirlər, o vaxt deyirdilər. Onda tutmuşlar ki, 48 erməni, yaraları batmış erməni ölüb. Həqiqətən də xeyli erməni qırıldı. Allah rəhmət eləsin. Son bu 44 günlük müharibədə də mən Xanı ilə bir yerdə olmuşam. 44 gün bir yerdə Səncərdə dayanmışım. Könüllü olmuşuq. Bu 190'lar arasında olmuşuq. Xanı ilə mənim bu mülkdə də ailə bir dostluğum var. Xanı və ailədə də, uşaqlarda da, həmişə uşaqlar yaşayırdı. Ya o uşaqlarını götürüb bizə gəlirdi, ya mən uşaqları götürüb gedirdim ona. Xanı bambaşqa bir insan idi. Xanı barədə danışmaq mənim üçün ağırdır. Bu filmin ərsəyə gəlməsində böyük zəhmətlər çəkən, Maştağa ləqəbli Vidadi Ağagülovun xatiratında o sadəcə silah tutan əskər deyildi, kəşfiyyatçı idi. Təhlükənin üstünə ilk gedənlərdən, ən çətin tapşırıqları yerinə yetirənlərdən biri idi. Döyüş yoldaşlarının yaddaşında qorxunu deyil, məsuliyyəti tanıyan bir insan kimi qaldı. İllər keçdi, nəsillər dəyişdi, müharibələr dəyişdi, amma Xanı dəyişmədi. O, 1-ci Qarabağ müharibəsinin iştirakçısı olduğu kimi, Vətən müharibəsində də öz xalqının yanında olmağı seçdi. Çünki onun üçün vətən anlayışı söz deyil, ömür yolu idi. Döyüşlərdə dəfələrlə yaralansa da geri çəkilmədi. Ağrılar onun iradəsini sındıra bilmədi. Çünki bəzi insanlar üçün həyatın mənası rahat yaşamaq deyil, şərəflə yaşamaqdır. O mənim qardaşım yoxdur, mənim övladım, mənim hər şeyimdir. Onun haqqında çox şey danışmaq olar. O ailə sahibi kimi, ailə bacısı kimi, böyük, hamımızın balaca olsa da, hamımızın ağsaqqalımız olub, hamımızın yerimizi bilib, uşaqlığından tapança düzəldirdir öz üçün. Parmağını kesmişdi ve heç vaxt xatirimizdən çıxmaz. O əskərə gedəndə atam onun evin taxtapşında saxlamışdı ki, o gələndə verəcək. Onun o qədər xatirələri var. Mən onun böyük qardaşının yoldaşıyam. Allah ona hamısını rəhmət edesin.
O ayrı cür həmişə başımızı sığarlayıb, alnımızdan, başımızdan öpüb həmişə. Bacı, qadan alın bacı, elə deməklərim. Gəlirdi evinə, qabağımıza elə, qarşımıza elə çıxırdı. Nə bilim, onun o qədər xətirələr var, heç adamın yadından çıxmır, amma tanış ol. O müharibə vaxtı qardaşımın yoldaşını kömək etdi, nə bilim. Yolda görür ki, müharibə başlayır, cəmaat qaçır. Anamla bacımı yolda qoyub qaçıb, minib tanka qaçıb gedib müharibəyə, anam yolda çığıra-çığıra qalır. O heç vaxt öz gördüyü işi bizim yanımızda demirdi. O yaralanıb o xəstəxanadan çıxan günü biz bilmişik ki, kanı yaralanıbdı. Toyda cəmaat atam anama göz aydınlığı verəndə atam anam bilib ki, mənim qardaşım yaralanıb. Onun hamısını ailəsindən gizləyirdi. Mən xanının silahdaş yoldaşıyam. 1995-ci ildən tanış olmuşuq və 2012-ci ildən daha təmasda olmuşuq, çox yaxın təmasda olmuşuq və dost olmuşuq. Ağdam cəbhəsində bir yerdə xidmət etmişik. Xidmətimiz dövründə bəli, xanı qardaşımızdan çox şeylər öyrənmişik. Demək olardı ki, xanı bir məktəb idi. Kəşfiyyatın bir sütunu idi. Xanın tabiçiliyində minlərlə əskər, minlərlə kəşfiyyatçılar yetişmişdi. Və onun bir arzusu, bir istəyi o idi ki, Qarabağ torpaqları mənfur düşmənin işğal altından azad edilməsində özü şəxsən iştirak etsin. Və o arzuya çatdı. Hərbi hissədə tabor komandiri olduğum dövrdə tapşırıq verilmişdi rəhmətli Raquf Orucov tərəfindən ki, düşmən tərəfindən bizim bir hərbi qulluqçu şəhid edilmişdi. Və orada həmən posta basqın olunub, onu məhv etmək və qisas almaq idi əsas. Yenə də həmən yerdə xanı qardaşımın qrupu həmən istiqamətdə bu çəmənli kəndinin üstündə. Biz iki qrup idi. Birimiz düşmənin başını qatılmalıydı və Xanıgil həmən qrup girib postu məhv edib çıxmalıydı. Və həmən vaxtı xanı qardaşımız o əməliyyatı yerinə yetirdi. Niyə ki, onunla, qrupla düşmənin arxasına gedəndə hər bir kəs arxayan idi. Niyə ki, istər zabit olsun, istər gizir olsun, istər əskər olsun, çavuş olsun, xan o qrupun tərkibində idisə, demək o qrup həmən tapşırığı uğurlu əməliyyat kimi yerinə yetirirdi. 44 günlük müharibədə xanı qardaşımız bizim hamımızı demək olar ki, könüllü hamısını dəvət elədi ki, döyüşə getməliyik. Biz 1-ci Qarabağ müharibəsində də yenə elə bir yerdə döyüşmüşdük çox. Həqiqətən də xanı qardaşımız inan ki, belə deyək, bizim yanımızda olanda elə bilirdi ki, bizim yanımızda bir, belə deyək, bir batalyon var. O qədər insana, belə deyək, əskərlərə ürək dirək verirdi ki, onun yanında qorxmaq söhbəti ola bilməzdi. Yəni, Allah rəhmət eləsin, biz də bugün Alpaqos döyüş sənətinin məşqçisi, müəllimi olaraq hər zaman öz idmançılarımızı, belə deyək, xanı ruhda, xanı kimi vətəni sevən, torpağını sevən bir insan kimi yetişdiririk. Onun hər zaman məzarını ziyarət edirik, hətta söz veririk və dəfələrlə də onun məzarı üstə söz verib, yarışlara qatılmışıq və birinci yerlərdən geri qayıtmışıq. Yəni, bugündən sonra da inşallah bu davam edəcək. Xanı ilə orada bir yerdə xidmət eləmişik kəşfiyyat bölüyündə. Xanın xidmətləri, qəhrəmanlıqları çoxdur. Xanın qəhrəmanlıqlarından danışsan, nə qədər danışsan bitməz. Dəfələrlə əməliyyatlar keçirdib kəşfiyyat bölüyündə. Xanı qeyri-adi insan idi də. Xanın əskərlərlə davranışı, əskərlərə qayğısı, nə bilim, yoldaşlığı, dostluğu. Xanı başqa insan idi. Xanı həqiqətən də Azərbaycanın qəhrəman oğludur. Biz nəyisə bilməyəndə, bir çətinliyə düşəndə həmişə xanıdan məsləhət alırdıq. Xanı bizi o istiqamətlərə döyüşə yollayırdı. Və biz zabit olmadığına baxmayaraq,
Biz ondan çox şeylər öyrənirdik və götürürdük və o hücumları davam eləyirdik. Xoramit istiqamətində həmişə mühasirə düşəndə Allah ona rəhmət eləsin, bizi həmişə xilas eləyirdi döyüşlərdə. Biz çətinlik olanda o bizə köməklik eləyirdi. Biz həmişə o yaralananda yenidən də yenə sarıyırdı öz qolunu, əlini, yenidən qaydırdı müharibəyə, davam eləyirdi. O həmişə vətən üçün, el üçün, obu üçün çalışırdı, xidmət edirdi. Xalqın üçün, el üçün, obası üçün, Azərbaycan Respublikası üçün həmişə xidmət edən bir şəxs idi. Allah ona rəhmət eləsin, onun məzarının başında baş əyirik. Çox sağ olun. Biz 1-ci Qarabağ müharibəsinin iştirakçısı olaraq, düzdür, xan qardaşımızla bir hərbi hissədə olmamışıq, başqa hərbi hissədə olmuşuq. Ancaq elə həmişə eşitmişik ki, ən sayılı hərbi hissədə belə bir cəsur döyüşdü, belə bir cəsur kəşfiyyatçı var. Onun haqqında demək olar bütün hərbiçilər danışırdı ki, o hansı əməliyyatlarda olubdu və nə hansı qəhrəmanlıqları göstəribdi. Və sonra müharibədən sonra da biz onunla şəxsən tanış olduq və onunla bu tədbirlərdə iştirak elədik. Həqiqətən gördük ki, deyilən kimi imiş. Bu insan da vətənpərvərlik hissi belə ölçülməz bir dərəcədə idi. Və müharibədən sonra vətənpərvərlik hissinin yüksəlməsi üçün bir neçə biz Qarabağ döyüşçüləri, iştirakçıları, tədbirlər keçirirdik. Orada xan qardaşımız ən ön cərgədə idi. O deyirdi ki, mütləq məktəbliləri ora dəvət edin. O olan tədbirdə, yəni insanda hansı bir adam olsun, vətənpərvərlik hissi onda azdısa da, o kişiyə baxanda insanda belə qürur yaranırdı. Vətənə daha da yüksək sevgi yaranırdı. Bizim də borcumuz nədir? Ondan ibarətdir ki, belə qardaşlarımızı, belə qəhrəmanlarımızı yaşadaq və bizdən sonra gələn bu nəsilə onları tanıdaq, onlar haqqında məlumat verək, həmişə yaşadaq. Xanı qardaşımızın haqqında çox gözəl xəbərlər həmişə eşidirdim. Uğurlu əməliyyatlarını eşitdikcə mən çox sevinirdim. Xanı həqiqətən də elimizə, torpağımıza sadiq bir insan idi. Həm yoldaşlıqda, həm dostluqda. Müharibədən də sonra xanım müəllim təşkilatçılığı ilə fərqlənirdi. Həmişə şəhidlərimizi ziyarət eləyirdi, veteranlarımızı, qazilərimizi təşkilatçılıq edirdi, hamısını bir-bir anırdı. Xanı qardaş mənimlə söhbətində o keçdiyi yollar, əməliyyat yolların mənə söhbət eləyirdi. Dəfələrlə o keçibdi Erməni cəbhə bölgəsinə. Hətta orada o mənə deyirdi ki, mən orada mühasirəyə də düşdüm. Yəni mühasirə devrində mən qayıdıb çıxa bilməsəm də günlərlə mən orada erməninin dərinliklərinə sızıb oralarda qalırdım. Mənə həmin yerləri mənə müharibədən sonra göstərirdi ki, İsrail, bax bu dağda qalmışam, bu dərədə qalmışam. Yəni mən onun canlı şahidi olmuşam. Allah şəhidlərimizin hamısına rəhmət eləsin. Mənimlə aramızda az yaş fərqi olub. Mən özümü qananla əmimi hərbi formada görmüşəm. Əvvəl əskəriyindən, sonra müharibədən biz hər an, hər dəqiqə babamdan, nənəmdən hamısı əmmin hardasa nə isə bir əməliyyatda olduğunu, nə bilim, hardasa bir döyüşdə olduğunu eşitmişik, bilmişik. Əmmin nə vaxtsa başına nə isə bir iş gələcəyini eşitmişik, eşitdik də, nə bilim, çox əziyyətlər çəkmişəm. Mən bir dəfə oğlu Həsənin xeyir işində, kiçik toy məclisində bərbərdə oturanda gördüm ki, əmmin başında tük yoxdur. Mən dedim, əmi, biraz zarafat yana dedim ki, əmi, bizim nəsildə köydə başı tük görülən yoxdur. Sən kimi oxşamısan belə, sən niyə beləsən? Mən zarafat kimi dedim. Dedi, qardaş oğlum, mən hər sarı otağına girəndə 2 tük salmış olsam, sən hesabla gör, mən nətər qalmışam. Mən daha söz tapmadım ona deməyə. Mən onda gördüm ki, əmimlə əziyyətlər çəkib. Mən uşaq olmuşam, o qədər qalmırdım. Onda mənə çatdı ki, demək, başından tükü vaxtsız döymək nə deməkdir? Çox əmmin əziyyətləri çox olub, vətən yolunda, xalq yolunda. Əmmi tanıyan uşaqlar, nə bilim, indi bahisi oğlu, qardaş oğlu yox, başqaları xanım əməmin üzərinə mən demişəm ki, hə, xanı tək əməmin deyil.
Xanı vətənin əmisi olub. Azərbaycan əsgərinin dayısı olub. Onun həyat yolu bizə bir həqiqəti xatırladır. Qəhrəmanlıq yalnız döyüşdə göstərilən şücaət deyil. Qəhrəmanlıq illərlə dəyişmədən eyni əqidəyə, eyni sevgiyə və eyni amala sadiq qalmaqdır. Bu gün onun haqqında danışan hər kəsin xatirələrində eyni insan yaşayır. Mərd, qorxmaz, vətənpərvər və etibarlı bir insan. Elə buna görə də Səyyaf Əhmədov artıq təkcə bir ad deyil. O, Ağdamın yaddaşına həkk olunmuş bir ömürdür. O, xanıdır.